Şagirdin dərsdə saqqız çeynədiyinə görə cəzalandırıldığı iddia olunur. Valideyni deyir ki, çeynədiyi saqqızı saçına yapışdırmağı tələb edən müəllim daha sonra övladının saçını kəsib. Xəzər xəbərə müraciət edən Suraxanı rayon Dədə Qorqud qəsəbə sakini Ceyran Kazımovanın iddiasına görə hadisə 315 nömrəli tam orta məktəbin 8B sinifində təhsil alan övladı Hacət Bədəlovun başına gəlib. Müəllimə Zəkiyeva Rahibə müəllimə İlqar qızıdır və məsələ belə olub ki, uşağın ürəkbulanması zamanı müəlliməyə deyib ki, müəllimə ürəyim bulanır, götürüb saqqızı atıb ağzına ki, çiynəmək istəyəndə çiynəməyib, ağzında fırladan vaxtı bunu müəllimə görübdür və uşağı lövhəyə dəvət eləyərək, uşağı məcbur edərək deyib ki, saqqızı çıxart, yapışdır başına. Uşaq da qorxusundan müəllimədir, böyüyün sözünü yerə salmayacaq təbii ki. Götürüb yavaşca saqqızı yapışdırıb başına, deyib yox, sən yaxşı yapışdırmadın. Uşağı lövhəyə dəvət eləyərək şagirdlərin qarşısında, 18-19 şagirdin qarşısında saqqızı çiynəyib, tüpürcəkləyib başına yapışdıracağam. Valideynin sözlərinə görə hadisədən sonra 15 yaşlı oğlu ciddi psixoloji travma alıb. Bütün hüquq mühafizə orqanlarına müraciətimi bildirmişəm, yazılı surətdə əlimdə psixoloqun rəyi var, psixiatrın rəyi var, psixi sağlamlıq mərkəzində olmuşam. Mən yaxınlaşdım direktora Gülnar xanıma deyəndə, Gülnar xanım Rahibə müəlliməni çağırdı. Rahibə müəllimə yenə də deyir ki, yaxşı eləmişəm, əcəb eləmişəm. Saçının kəsildiyini iddia edən şagird isə həmin gün baş verənləri belə xatırlayır. Müəllim başladı mənə demək ki, saqqızı çıxart, yapışdır başına. Mən də təbii ki də bundan qorxduğum üçün özüm yavaşcadan yüngülvarı yapışdırdım. Müəllim amma mənə dedi ki, xeyr, bu elə belədir. Daha çox gəldi, əli ilə vurdu, daha da yaxma bir vəziyyəti saldı. Saçım çox pis gündə idi. Qorxusundan da söhbət böyüməsin deyə başladı saqqızı kəsməyə başımdan. Dedi ki, bizə təminlədi ki, bu söhbət buradan çıxmasın. Çıxsa, ya sizin qiymətlərinizi kəsəcəm, ya ki, sinifdə saxladacağam. 315 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyli Rüstəmova hadisə ilə bağlı araşdırma aparıldığını deyir. Xanımın valideynin iddiası ilə bağlı hüquq mühafizə orqanları işə baxıb, araşdırma aparıb. Bakı şəhəri üzrə təhsil idarəsi araşdırma aparıb. Hadisə ilə bağlı araşdırma aparılır. Nəticə barədə valideynə məlumat veriləcək. İddialarla bağlı Bakı şəhəri üzrə təhsil idarəsindən də mövqe öyrəndik. Bildirildi ki, qeyd olunan məsələ ilə bağlı valideynin hüquq mühafizə orqanlarına müraciət əsasında aparılmış araşdırma nəticəsində iddianın əsassız olduğu müəyyən edilib və bununla bağlı rəsmi qərar qəbul olunub. O da qeyd olunub ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı şəhəri üzrə təhsil idarəsi tərəfindən də araşdırma aparılır. Nazirliyin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub. Şagird davranış